Plastik cərrah Səhiyyə Nazirliyinin eksperti Vüqar Ələkbərovla bağlı Baş Prokurorluqda yenidən araşdırma aparılır. Bölgə TV xəbər verir ki, As Times Az saytının bununla bağlı yaydığı iddiada bildirilir ki, bu ilin aprel ayında plastik cərrah kimi tanınan Vüqar Ələkbərov Bakı şəhərində fəaliyyət göstərən Universal Hospitalda tanınmış xanım müğənnilərdən birinin üzərində sinə keçirtmə əməliyyatı aparıb. Mənbənin bildirdiyinə görə, araşdırma yekunlaşana qədər adının açıqlanmasını istənməyən müğənninin əməliyyatdan sonra vəziyyəti gözlənilən kimi olmayıb. Belə ki, əməliyyatdan sonra qadının sinə nahiyəsində nekrozlaşma, çürümə müşahidə olunub. Qısa müddət ərzində sinənin forması dəyişib və estetik baxımdan ciddi deformasiya yaranıb. İddialara əsasən yaranan problemin aradan qaldırılması üçün müğənni dəfələrlə həkimə müraciət edib. Vüqar Ələkbərovun sinəni bərpa edəcəyinə dair vəd verdiyi, lakin bu vədin yerinə yetirilmədiyi bildirilir. Tərəflər arasında konflikt yaranıb və nəticədə xanım müğənni məsələ ilə bağlı Baş Prokurorluğa rəsmi şikayət ünvanlayıb. Hazırda daxil olan məlumata görə Vüqar Ələkbərov barəsində hüquqi araşdırma aparılır və faktlar müvafiq qurumlar tərəfindən yoxlanılır. Həkim Qafqaz İnfoya açıqlamasında bildirib ki, deyilənlər şər böhtandır. Yayılan çürüyən bədən görüntülərini müğənniyə aid deyil, internetdən əldə edilib. Eyni zamanda bədənində çürümə getdiyi deyilən ifaçının da kimliyi haqqında məlumat əldə etdik. Araşdırmalar davam etdiyindən onun adını açıqlamırıq. 58 yaşlı əməkdar artist Qafqaz İnfoya bildirib ki, Ələkbərov daha əvvəl də başqa şəxsləri, eləcə də çoxsaylı tanınmışları uğursuz əməliyyat edib. O məsələ ilə bağlı hələlik adının hallanmasını istənmədiyini təkrarlayıb. Rəna Rövşənqızı, BTV.